Əziz və gözəl qardaşlar, ilk öncə Allah Subhanahu wa Ta'ala həmsənalar olsun. Allah Ta'ala bizi bir daha müvəffəq elədi. Bir yerə toplandıq Allah üçün, dinimizi öyrənmək üçün. Həqiqətən bu böyük bir müvəffəqiyyətdir. Müsəlman bir şəxsin Allah məclisində iştirak etməsi, dinini öyrənməsi, dinini kör-koranə yox, bəsirət üzərində yaşaması. Bu da əziz qardaşlar, necə olur, necə əldə edilir? Elm məclislərində. Elm məclislərində öyrənilir. Birbaşa məkanından və yaxud da yerindən, birbaşa yerindən elmi öyrənir insan, əhlindən götürür və elmi, dinini bəsirət üzərində yaşayır. Əziz qardaşlar, bu həqiqətən də böyük bir nemətdir. Bir var ki, nemətlər çoxdur. Nemətlər, Rəbbimizin bizə olan nemətləri çoxdur. Amma bu neməti əldə etmək, müvəffəq olmaq özü başqa bir əlavə bir nemət hesab olunur ki, yəni ortalıqda görsən nemət var, amma bir çox insanlar buna dəyər vermirlər. Küçümsüyürlər, gəlib iştirak etmirlər. Amma kim ki gəlir iştirak eləyirsə də, bilsin ki, Allahın ona olan müvəffəqiyyətidir. Allah istəyir ki, o nemətini sənə qismət eləsin. Sən gəlib onun məclisində, onun mələklərinlə oturub dinini öyrənəsən. Dinini bəsirət üzərində yaşayasan. Dəlilləri ilə öyrənib və dəlilləri ilə yaşayasan sən. Kör-koranə yox. Əziz qardaşlar, bugün götürəcəyim qısa bir məsələ var. Gələn dərsdə inşallah təzə kitab götürəcək Allahın izni ilə. Şərhlərim arasında qalmışam deyə, ona görə inşallah gələn dərs Allahın izni ilə iki kitabdan birisini götürəcəm. Ya Ədəb-ül Mufradı Allahın izni ilə, ya da Əl-Əməlü Salih kitabını, ya Salih əməllər kitabı var, ya da ki Ədəb-ül Mufrad, yəni ədəb, əxlaq, həyam mövzusunda İmam Buxarinin kitabı, ikisindən birini götürəcəm Allahın izni ilə inşallah. Bugün götürdüyüm mövzu, qısa bir mövzu da əziz qardaşlar, 5 yerdə deyiləcək zikirdir. Yəni bir çoxumuz bunu bilirik. Dərs arası bəzən bunu demişəm, qısa olaraq demişəm. 5 yerdə deyiləcək zikir əziz qardaşlar. Zikir ki, Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Bu əzəmətli, bu gözəl zikir 5 yerdə deyilir. Yəni, bir çox insanlar bundan qafildirlər, amma fəzilətli, çox gözəl bir zikirdir. O 5 yerdən birincisi, əziz qardaşlar, elm məclisin arxasınca söyləmək. Yəni, hər kəs üçün müstəhəbdir ki, vacib deyil, müstəhəbdir ki, elm məclisindən durub gedəndə, bitəndə, durub getdikdə bu zikri və yaxud da bu duanı desin. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Mənası odur ki, Allahım sən pak və nöqsansızsan, sənə həmd olsun, şahidlik edirəm ki, səndən başqa məbud yoxdur, səndən bağışlama diləyirəm və sənə tövbə edirəm. Mənası budur, əziz qardaşlar. Elm məclisinin arxasınca söyləmək. Dəlil nədir? Zübeyr ibn Mut'im radiyallahu anhu rəvayət eləyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Kim zikr məclisində Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk deyərsə, bu üzərinə vurulmuş bir möhür kimi olar. Kim də bunu boş şeylərin danışıldığı bir məclisdə deyərsə, bu onun üçün kəffarə olar. Hədisi Nəsai Sunanul Kubra kitabında rəvayət edib, hədisə Şeyx Albani səhih demişdir. Əziz qardaşlar, bu hədisdəki qəsd, yəni Allah zikr olunan hər hansı məclislərdəki o məclisləri tərk etdikdə, yəni o məclisdən durub getdikdə, hədisdə keçən zikri söyləmək müstəhəbdir. Buna məclislərə misal olaraq elm məclisləri kimi misal gətirmək olar. Yəni zikr məclisi deyiləndə hamımızın ilk ağlımıza gələn nədir? Elm məclisidir. Yəni insan məclisdən durub gedəndə fərdi olaraq hər bir şəxsə müstəhəbdir ki, bu sözləri söyləsin. Bu sözləri söyləsin
Yəni bu sözün də fikir verdiyimiz kimi sonunda Allahdan bağışlama və tövbə istəyir. İnsan istər-istəməz məclisdə oturanda olur. Yəni indi nöqsanlar olur. Yəni bu məclis dəyərli bir məclisdir. Biz bunu dəyərləndirməliyik. Əvvəldən axıra kimi diqqətlə qulaq asmalıyıq və çalışıb qeydlər aparmalıyıq. Bəzən belə şeylər olmur deyə. Ona görə insan durub məclisdən gedəndə Allahdan bağışlama, tövbə diləyir. Yəni hətta o məclisdə olan o qüsurlar aradan qalxsın, o məclisin savabı onun üçün hasil olsun. Necə ki, namazda olan səhv səzdəsi, necə ki, Ramazanın sonunda olan fitrə zəkatı. Fitrə zəkatında biz bilirik də, iki səbəb var. Kasıbların doyurulması və sonra nədir? İnsan orucluq vaxtında olan o qüsurlar, günahlar, o səhvlərin aradan qalxması üçündür ki, orucluq səndən tam qəbul olunsun. Bu da eləcə nədir ki, məclisdə oturursa insan olur mürgülüyür, olur yatır, olur bir də görsən fikri yayınır və digər ola bilsin lazımsız şeylər baş verə bilər. Yəni bunu deyirsən, durursan ki, yəni ki bu nöqsanlar sənə yazılması, səndən qalxsın ki, bu adından bilindiyi kimi də nədir? Zikr məclisi. Allah zikr olunur, Allah xatırlanır, elm məclisidir. Bunda diqqətli olmalıyıq. Əvvəldən axıra kimi diqqətlə qulaq asmalıyıq. Öyrənməliyik. Çünki burada dinimizi öyrənirik biz. Yəni boş-boş şeylər danışılmır. Və buna görə də bunun sonunda demək də bu lazımdır. Sonra əziz qardaşlar, ikinci, həmən bu zikrin deyiləsi yeri boş və mənasız məclisin arxasınca söyləmək. İnsan çalışıb yəni lağlağı, boş, lazımsız məclisdən uzaq düşməlidir. Yəni indi bəzən ola bilsin ki, yəni zikir və yaxud da elm məclisi olmasın. Elə-belə oturub insandır söhbət eləyirsən. Elə-belə söhbət eləyirsən, yəni qeybət, nəmmamlıq yox. Elə-belə oturub söhbət eləyirsən, lap deyək ki, insan ticari söhbətini eləyir. Nəsə elə-belə oturub dostlar söhbət eləyirlər bir yerdə. Yəni müstəhəbdir ki, yəni bu konkret elə bir elm və yaxud da zikir məclisi deyil. Hər hansı bir dünyavi söhbət olunur. Durub gedəndə bu zikri deyəsən ki, ola bilsin ki, orada lazımsız şeylər baş verər, danışarsan, insan yəni ki, məclisdən durub gedəndə nə olsun? Yəni ki, o günah yazılmasın, təmiz durub getsin. Buna da dəlil əziz qardaşlar, Əbu Hüreyrə radiyallahu anh rəvayət eləyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Kim bir məclisdə oturub, orada çoxlu boş söhbətlər edərsə, məclisdən qalxmazdan öncə Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyh deyərsə, Allah mütləq onun məclisdə olan günahlarını bağışlayar. Hədis Əbu Davudun Sünən kitabındadır, hədis Şeyx Albani səhih demişdir. Yəni, fikir versə, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim bir məclisdə oturar, orada çoxlu boş söhbətlər edərsə, yəni insan bəzən görsən ki, zikir məclisi olmayanda, yəni bəzən bir yerə yığılanda lazımsız, mənasız söhbətlər olur və məclisdən yəni ki, qalxanda çalışıb bu zikri deyəsən ki, yəni günahın bağışlansın, yəni günahla durub getməyəsən məclisə, məclisdən günahla durub getməyəsən, bu da müstəhəbdir. Yəni, fərdi olaraq hər bir şəxs, lap deyək ki, qonaq gəlibsən, oturursan, bir neçə nəfər oturub da olab, 2 nəfər olsun, 3 nəfər olsun, sayından asılı olmayaraq, oturubsan bir məclisdə, ümumiyyətcə, yəni, belə deyim ki, fərqi yoxdur. Yəni, əvvəlkini də götürsək, birincini də ikinci elm məclisi və yaxud da zikir məclisi və yaxud da digər hər hansı məclisi, belə götürək ki, əziz qardaşlar, hər hansı bir məclis olsun, ikisini də bir yerə cəm etsək, hər hansı bir məclis olsun, oturduğun, nə məclisi olsun, adı nə olsun, o məclisdən durdunsa da, çalışıb bu zikri deyəsən ki, o məclisdə olan, bəlkə sən danışmasan da, amma orada dinləyirsən də, ola bilsin dinləyici olasan, yəni ki, duranda çalışıb bu zikri demək lazımdır ki, yəni ki, oradan o pis şeylərdən payını götürməyəsən, pis şeylərdən pay olmasın sənin üçün, yəni Allah səni bağışlasın. Üçüncü əziz qardaşlar, dəstəmaz aldıqdan sonra deyilir. Dəstəmaz aldıqdan sonra deyilir. Bunun dəlili Əbu Səd əl-Xudri radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Kim dəstəmaz alıb,
Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyh deyərsə, bu kəlmələr bir dəriyə yazılıb, sonra möhürlənər, qiyamət gününə kimi açılmaz. Yəni, qiyamət gününə kimi açılmaz, qiyamət günü açılar. Qiyamət gününə kimi saxlanar. Yəni, desən, gör bunu hər dəst namazdan sonra deyirsən, bu yazılır, möhürlənir və saxlanır, hamısı qiyamət günü sənin qarşına savab olaraq çıxır. Savab olaraq çıxır. Bu da həmsinin də, yenə də, ümumiyyətcə, əziz qardaşlar, bu zikrin səbəbi nədir? Qüsuru, naqisliyi aradan qaldırmaq üçündür. Boşluğu aradan qaldırmaq üçündür. Əlavə fayda üçün də deyim, dəstəmazdan sonra deyilən əziz qardaşlar, 3 dənə zikir var. Bunların hər biri də Müsəlman qalasında var. Bu Müsəlman qalası da bizim dilə tərcümə olunubdur. Hər biri də Müsəlman qalasında var. Birincisi, məşhur olanı odur ki, dəstəmaz aldıqdan sonra əşhədu ən la ilahe illallah vəhdəhu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluh. İndi bunun qısa forması da var. Əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Belə bu formada var. İkisi də ya onu, ya birinci, ya ikincini də demək olar. Bunun fəziləti nədir? Kim bunu dəstəmazdan sonra deyərsə, cənnətin 8 qapısı onun üçün açılar, hansından istəyər, keçər. Yəni, çalışıb bu zikri də insan unutmamalıdır, tərk etməməlidir. Bacardığı qədər dəstəmazdan sonra bu zikri desin. Şəhadət, 2 dənə şəhadət kəlməsi deyilən. Asanda hamımızın bildiyimiz bir şeydir. Bunun arxasınca ikinci deyilən hansıdır? Allahumma cəalni minət-təvvabinə və cəalni minəl-mutatahhirin. Allah məni tövbə edənlərdən və təmizlərdən et. Təmizlərdən et. Yəni, bu da həmçinin də dəstəmazdan sonra elə münasibdir yerinə düşür ki, insan təmizlənəndən sonra həmçində günahlarından da təmizlənməyi Allahdan istəyir. Yəni, belə deyək ki, indi insan fiziki formada təmizləndi, istəyir həmçində mənəvi formada təmizlənməyi, sonra Allahdan diləyir ki, yəni, tövbə eləyənlərdən etsin ki, birdən günaha düşəndə tövbə etməyi müvəffəq olsun. Çünki bir çox insanlar günah eləyirlər, tövbə etmək müvəffəq olmurlar, tövbə etmirlər, səhlənkar yanışırlar və yaxud da müvəffəq olmurlar. Və yaxud da heç ümumiyyətcə bunu küçümsüyürlər, fikir vermirlər tövbə etməyə. Ona görə insan dəstəmazdan sonra bunu deyir, yəni insan özü üçün dua eləyir ki, məni tövbə edənlərdən, birdən günaha düşərsəm tövbə edənlərdən et, günah etsəm tövbə et ki, yəni o günah üzərimdə qalmasın və həmçində təmizlərdən et. Davamlı təmiz olum. Həm qəlbim, həm yəni ki, ümumiyyətcə, həm fiziki, həm mənəvi təmizliyi Allahdan istəyir. Onun arxasınca da bu dediyimiz Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyh. Hər üçü də əziz qardaşlar Müsəlman qalasında var. Çalışıb bunları demək lazımdır. Üçüncünün də dedik ki, savabı odur ki, insan nə olur bu? Yazılır bir dəriyə, qiyamət gününə kimi saxlanır, toplanır. Sən nə qədər deyirsənsə də hərəsi ayrı-ayrılıqda yazılır, toplanır. Qiyamət günü sənin üçün savab olaraq gətirilir. Gətirilir sən, yəni ki, qiyamət günü hamımızın nədir? Savablara, xeyr əməllərin savablarına ehtiyacımız olduğu olacaqdır və bunu da həmən vaxtı demək, dəstəmazdan sonra demək lazımdır ki, insan qiyamət günü çoxlu savab sahibi olsun. Hədisə Hakim Mustadrak kitabında rəvayət eləyibdir. Şeyx Albani isə hədisə səhih demişdir. Sonra əziz qardaşlar, dördüncü, bu zikrin deyiləcək yeri dördüncüdür. Quran oxuduqdan sonra söyləmək. Quran oxuyandan sonra, şərt deyil ki, xətim eləyəndən sonra. İstəyir surəni tam oxu, istəyir bir hissəsini oxu. İndi Bəqərə surəsi çox böyük surələrdəndir. Yəni, başqa Əl-İmrandır, Nisədir, Əmadədir. Bunlar böyük surələrdəndir. İnsan ola bilsin, oxutursun, 5 səhifə, 10 səhifə oxusun, qutarsın. Sonra, qutarıb bitirdikdən sonra nə eləsin? Bu zikri desin. Fərqi yoxdur, miqdarından asılı olmayaraq. Miqdarından asılı olmayaraq. Oturdun, Quran oxuyursansa da, Quranı tilavət eləyirsənsə, şərt deyil xətimin sonunda deyəsən. İnsanın çalışıb ümumiyyətcə hər gün gərək oxuyacağı bir miqdar olmalıdır. Bacardığı qədər, yəni ayda bir dəfə və yaxud da ki, 40 gündə bir dəfə Quranı bir dəfə xətm etmək lazımdır. Müstəhəbdir bu. Bu barədə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin tövsiyəsi var.
və yəni insan hər gün oxuyandan sonra bu zikri deyir. Dəlil isə əziz qardaşlar, Ayşə radiyallahu anhana rivayet etdiyi hədisdir ki, Ayşə radiyallahu anha deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem oturduğu hər bir məclisdən, hər bir dəfə oxuduğu Qurandan və qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Ayşə radiyallahu anha deyir ki, mən dedim ki, Allah Resulü, görürəm ki, oturduğun hər bir məclisdən, hər dəfə oxuduğun Qurandan və qıldığın hər namazdan sonra bu sözləri deyirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəli, kim xeyir deyərsə, ona xeyirlə son vururlar. Kim də şər söyləyərsə, bu onun üçün kəffarə olar. Yəni, birdən olar ki, çünki burada 3 dənə şey keçir. Məclisdir, Quran oxumaqdır, həmçində nədir? Namazdan sonradır. Yəni, indi insan kim deyir ki, xeyir söyləyərsə, xeyirlə sona vururlar. Şər söyləyərsə, bu kəlmələr onun üçün nə olar? Kəffarə olar. Bir də indi insan səhv elədi. Dedik, bu kəlmələrin səbəbi, hikməti olur ki, insan o qüsurlar, yəni o problemlərin, o günahların kəffarə olması üçündür. Bu hədisdə daha aydın olur. Hədisi Nəsai Sünən Kubra kitabında rivayet edilir, hədis səhihdir. Şeyx Albani hədisə səhih deyibdir. Əziz qardaşlar, insan Quran oxuyandan sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən varid olan yalnız və yalnız sünnədə gələn bu zikirdir. Bundan başqa ki, deyilir ki, sadaqallahul azim və yaxud da sadaqallahul aliyyul azim, bunların hamısı heç bir əsası olmayan, sünnədə heç zəif belə hədisi yoxdur buna dair. Heç bir zəif hədis yoxdur belə. Onu demək olmaz, bidətdir. Kimsə də onu deyirsə də əsaslanmalıdır, dəlilini, sübutunu gətirməlidir. Yoxdur ona dair, heç bir deyir, heç zəif belə hədis yoxdur. Allah bilir hardan o çıxıb, hardan peyda olubdur, hardan elə gətirib deyirlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onu deməyibdir, əziz qardaşlar. Sahabələr onu deməyibdir. Yoxdur. Nə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən hədis, nə sahabələrdən ona dair əsər, heç zəif belə əsər yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən varid olan yalnız və yalnız budur. Quran oxudun, bitirdinsə də, dedik, fərqi yoxdur, hardan başladın, harda bitirdin, nə qədər miqdar oxudun, sən bitirdin, artıq durub çıxıb getmək istəyirsən və yaxud da tamamlayırsan, heç getmək istəmirsə oturursan. Yəni, oxudun, qutardın Quranı. Artıq da oxumaq istəmirsən. Ondan sonra müstəhəbdir ki, bu kəlmələri deyəsən. Müstəhəbdir ki, bu kəlmələri deyəsən. Yəni, deyirəm ki, xətim şərt deyil. Yəni, xətmin sonunda Quran əvvəlindən axıra kimi oxuyum, onda deyəm yox, fərqi yoxdur. Yəni, hətta deyək ki, surəni yarımçıq qoysan da belə, yəni, sən orada, yəni, şərt deyil ki, surəni əvvəldən axıra kimi oxuyasəndir. Bəzən uzun olduğuna görə insan hansısa səbəbdən dolayı oxuyub qutara bilmədiyinə görə yarımçıq saxlamalı olur. Onda, əziz qardaşlar, bu zikirləri demək lazımdır. Başqa zikirləri demək Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən, nə sahabələrindən varid olmamışdır. Onu demək düzgün deyil. Heç bir əsası dedik, yenə də deyirik ki, zəif belə hədis yoxdur ona dair. 5-ci əziz qardaşlar, sonuncu deyilən, bu zikrin sonuncu deyilən yeri namazdan sonra söyləmək. Namazdan sonra söyləmək. Bu da, əziz qardaşlar, fərz namazlarına aid deyil. Fərz namazlarına, biz bilirik ki, fərz namazlarından sonra deyilən, daimi hamımızın bildiyi 5 namazdır ki, ondan sonra deyilən zikirlər var. Namazı bitirdikdən sonra, salam verəndən sonra 3 dəfə əstəğfirullah deyilir, sonra Allahümme entəs-sələm və minkəs-sələm, təbərəkdə yəzəl cələl və ikram deyilir və sonra digər başqa zikirlər. Bu zikir ona aid deyil. Çünki fikir versək hədisə, Ayşə radiyallahu anhanın hədisinə deyir ki, hər qıldığı 2 rükət namazdan sonra. O nədir? Nafilə namazlarına dəlalət edir. Eyni hədisdir, əziz qardaşlar, eyni hədisdir. Ayşə radiyallahu anhə rivayet eləyir ki, Peyğəmbər Allah Resulü sallallahu aleyhi ve sellem oturduğu hər bir məclisdən, hər dəfə oxuduğu Qurandan və qıldığı hər bir namazdan, qıldığı 2 rükət hər bir namazdan sonra bu kəlmələrlə
xətm edərdi. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstağfiruka və ətubu ileyh. Ayşə radiyallahu anha deyir ki, mən dedim ki, Allah Rasulü görürəm ki, oturduğun hər bir məclisdən, hər dəfə oxuduğun Qurandan və hər qıldığın 2 rükət namazdan sonra bu sözləri söylüyorsan. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular. Kim də şər söyləyərsə, bu onun üçün kəffarə olar. Hədisi Nəsəi Sünənül Kubra kitabında rəvayət eləyibdir. Şeyx Albani hədisə səhih deyibdir. Əziz qardaşlar, bildiyimiz kimi bu fərz namazlarından sonra dedik ki, deyilmir, nafilə. Nafilə namazların içərisində isə istisna var. Onlardan birincisi vitr namazıdır, ikincisi də duha namazıdır. Çünki onlar üçün də xüsusi zikr gəlibdir. Yəni, bunda hamımız bilirik. Yəni, vitri və duhanı çıxandan sonra yerində qalan ratibə sünnələridir. Məscidə gedəndə, dəst namazdan sonra, yəni ki, və yaxud da adi qıldığın, məsələn, gecə namazıdır. Bu namazlardır. Yəni, bu namazlardan sonra, əziz qardaşlar, bu Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstağfiruka və ətubu ileyh deyilir. Yaxşı, vitr namazından sonra nə deyilir? Vitr namazından sonra bunu deyirik mi? Yox. Vitr namazından sonra nə deyilir? Subhanəl məlikil quddus, Subhanəl məlikil quddus, Subhanəl məlikil quddus. Belə üçüncünü də səsi biraz qaldırıb uzatmaq lazımdır. Bu gəlibdir Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən. Müsəlman qalasında da bu var. Vitr namazından sonra bu deyilir yalnız. Yalnız bu deyilir, yəni bu Subhanaka deyilmir. Çünki bu xüsusi gəlibdir vitr namazı üçün. Yaxşı, duha namazından sonra nə deyilir? Allahümme əxfirli və tub aleyyə innəkə əntə tavvabur. Bəli, Allahümme əxfirli və tub aleyyə innəkə əntə tavvabur rahim və yaxud da Rabbi əxfirli və tub aleyyə innəkə əntə tavvabur rahim. Eyni duadır, birində Allahümme əxfirlidir, birində Rabbi əxfirlidir. Yəni, əvvəli birində Allahümmədir, birində Rabbi əxfirli. Yəni, Rabb sözündən Allah sözü əvvəli fərqi, amma davamı eynidir. Allahümme əxfirli və tub aleyyə innəkə əntə tavvabur rahim, Rabbi əxfirli və tub aleyyə innəkə əntə tavvabur rahim. Eynidir. Bu duha namazından sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bu duanı deyərdi və yaxud da bu zikri deyərdi, hətta 100 dəfəyə kimi deyilərdi bu. Yəni, duha namazından sonra da deməli, Subhanəkə duası nədir, əziz qardaşlar, deyilmir. Subhanəkə duası deyilmir. Yerində qalan nə ki nafilələr var, o, yəni ki, o nafilələrdən sonra, qılandan sonra, yəni ki, bu bütün ratibə sünnələr, gün ərzində qılınan 12 rükət namazlarla, fərz namazların əvvəlində və yaxud da sonunda, sonrasında qılınan ratibə sünnələr buna daxildir. Sonra, məsələ deyək, dəst namazı kimi, məscidə girərkən qılınan namaz kimi, yaxud da gecə namazıdır, aralarında fasilə verib istirahət eləyirsənsə də, onda, yəni bu deyilir. Və yaxud da məsələn təravihdə qılınanda, arada istirahət eləyərkən bunu deyə bilərsən. Yəni ki, bu iki nafilədən başqa, əziz qardaşlar, duha və vitrdən başqa bu zikir deyilir. Amma fərzdən də sonra dedi ki, deyilmir. Deməli, əziz qardaşlar, bu bildiyimiz, öyrəndiyimiz bu zikir Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstağfiruka və ətubu ileyh zikri 5 yerdə deyilir. Birincisi, fərqi yoxdur hansından başda hansı olsun, yəni bu şərt deyil. Yəni bizim əvvəldən başladığımız tərtibatla gəlsək, elm məclisindən sonunda tamamlandı, durub çıxıb getmək istəyirsənsə də, yəni ola bilsin insan lap yarımçıq durub çıxıb gedirsə də, çalışıb yarımçıq durub çıxıb getməmək lazımdır elm məclisindən. İndi birdən hansısa səbəb ola bilər, zərurət yarana bilər. Onda da yəni durub çıxıb gedəndə, yəni ki, sən yarımçıq qoyduğuna görə bunu deyib gedirsən ki, yəni ki, hörmətsizlik olmasın, tam olsun deyə, kamil olsun deyə savabı yazılsın. Elm məclisindən sonra dedik, boş mənasız məclisdir. Yəni, boş, mənasız, hər hansı bir məclisdən, yəni elm məclisindən qıraq. Belə götürəndə, yəni ki, dedik axı bunu ümumiləşdirsək, nə məclis olsun. Oturduğun nə məclisi olsa, əqiqdə oturdun, toyda oturdun, elm məclisində oturdun. Yəni, deyək ki, bəzən olsun, kimsə çayxanaya, çayxanada oturdu. Nə məclisi olsun, oturdun, 2 nəfər oldu, 3 nəfər oldu, 100 nəfər oldu.
Kimsə də durub gedirsə fərdi formada hər kəs özündə yavaşca öz səslə, yəni ki, deyir və durub çıxıb gedir. Deyir və durub çıxıb gedir. Üçüncü, dəstəmazdan sonradır. Dəstəmazdan sonra başqa zikirləri də dedik, əlavə fayda olaraq dedik. Dəstəmazdan sonra deyilir. Dördüncüsü, Quran oxuyandan sonra deyilməlidir. Yəni ki, bu da dedik ki, fərqi yoxdur əziz qardaşlar. Nə qədər oxumağından asılı olmayaraq, istəyir surə olsun, istəyir ayə olsun. Yəni, bəzən insan ola bilsin ki, deyək, Bəqərə surəsi uzundur. Sən xətm eləyirsən. Bu da təxmini 2 cüz yarımdır. Yəni, bir cüz oxudun, indi artıq ikinci cüzü oxuyanda ortadan başlayırsan axı, yarımçıqdan başlayıb 2 cüz qutaranda da yenə də tamamlanmır surə. Yəni, belə deyirəm ki, biraz daha açıq izah verirəm ki, yəni, aydın olsun deyə. Yenə də fərqi yoxdur, deyək ki, hardan başlardan qutardın, surəm oxudun, ayədən oxudun, tamamladınsa da, Quran oxudunsa da, bu zikirləri, yəni bitirəndən sonra artıq tilavətinə, qirayətinə davam eləmək istəmirsənsə də, deməli bu zikirləri oxumaq müstəhəbdir. Bu zikri oxumaq müstəhəbdir. Bu 4 elədir. 5-incisi isə nafilə namazlarından sonra. Nafilə namazda, fərz namazları adiyyəti yoxdur. Çünki gəlməyibdir. Peyğəmbər sallallahu əleyhi və səlləmdən fərz namazların hamısına fikir versək, görərik ki, onların heç birində bu zikri olunmuyubdur. Hədisdən də göründüyü kimi, burada qeyd 2 rükətli namaz nəzərdə tutulur. Qıldığı hər 2 rükət namazdan sonra, deməli, fərz namazları, bir dənə sübh namazı 2 rükət qılınır. Yerində qalanları 3-4 rükətli namazlardır. Deməli, fərz namazının aidiyyəti yoxdur. Nafilə namazların içərisində də istisna 2 dənə namazı nə elədi, yaz qardaşlar? Duha ilə vitri çıxdı. Yerində qalan nə namazı qılırsan qıl. Yəni ki, bu zikri və yaxud da bu duanı deyirsən Allahın izni ilə. Hətta nə olsun? Namazın saat tam yazılsın. Tam yazılsın, naqis olmasın, tam bütöv olsun. Belə əziz qardaşlar, bu qısa və çox olmayan bir mövzuydu. 5 yerdə deyilən zikir. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ent. Əstəğfiruka və ətubu ileyk zikri. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daima harada olduqsa olaq qorusun, hifz etsin. Və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığdığı kimi, topladığı kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, toplasın, cəm eləsin. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ent. Əstəğfiruka və ətubu ileyh.